Yezid eləyən nəfsindən başqa nə idi ki? Muaviyə Həzrət Əli əleyhissalamı tanımırdı. Bilmirdi ki, peyğəmbərin yerində oturub. Bilmirdi ki, o işləri görmək pisdir. İbn Mülcəm mömin insan idi əvvəldə. Niyə gəldi Həzrət Əlini öldürdü? Həzrət Əlinin öldürmək nə deməkdir? Peyğəmbərin balası İmam Hüseyni öldürmək 30 min onun ölümünə gəlmişdi. Nəyə görə? Ağılları yoxdur, yoxsa tanımırlar, yoxsa Quran oxumayıblar, yoxsa hədis eşitməyiblər. Hamısını bilirlər. Ömər Sət bilmirdi Hüseyn kimdir. Ömər Sət yaxşı bilirdi kimdir. Ona görə İmam Hüseyn onu qəflətdən oyatmaq istəyir. Amma gəldi bir iş gördü. Dedi ki, İbn Ziyada deyin ki, Hüseynə tərəf birinci oxu mənə. Nəfs. Hansı nəfs? Rey mülkünü istəyir. O birisi şəhvəti istəyir. Nəfs. Başlı başına buraxanda aparır səni elə eləyir. Bədbəxt eləyir, bədbəxt. Bir dəfə dünyaya gəl ey İbn Mülcəm. Əlini öldür get. Hüseyni öldür get.